Reklam verərkən audience seçimi ən kritik məqamdır. Amma çoxu yaş və cins seçir. Bəs daha dərin hədəflənmə necə olmalıdır? Və çox sadə baş salmağa çalışacağam. Təsəvvür edin ki, çıxmışıq bir meydandır. Orada nə bilim 18-45 yaşlı adamlar durub. Biz onların maraqlarını, istəklərini, hansı səhifələri follow elədiyini bilmirik və çıxırıq oradan hansısa megafonla qışqırırıq ki, mənim belə bir məhsulum var və belə bir xidmətim var. Yəni eyni şey də targetingdə baş verir ki, biz audiensi düzgün seçməsək. Burada bizim yanaşmamız audiensin maraqlarını və ikinci dərəcəli davranışlarını seçməliyik. Məsələn, biz gəlirli, məhsulumuz orta və yüksək gəlirli seqment üçündürsə, biz düşünməliyik ki, onların davranışları nədir ki, biz başa düşək ki, onlar yaxşı pul qazanırlar. Ki, bizim məhsula və ya xidmətə xərcləyə bilərlər həmin pulu. Eyni yanaşmada targeting də eləməliyik ki, məsələn, səyahət edənləri seçməliyik, nə bilim, lüks avtomobillərlə maraqlananları seçməliyik. Çünki bilirik ki, biz gəlir səviyyəsini hələ ki heç bir platformadan Azərbaycan üçün seçə bilmirik. Ona görə biz biraz daha kreativ. Əslində bu pis deyil. Bəlkə də indi xarici ölkələrdə hansılarda ki, gəlir səviyyəsi açıqdır, targeting kimi. Onlar üçün bu çox asan bir kliklə həll olunan bir şeydir. Amma biz gələk biraz fərqli düşünək, fərqli yanaşaq ki, okey, bu adam nə edə bilər ki və nə edir ki, mən onu seçsəm onun gəlirli olduğunu düşünəcəm və s. Yəni biraz auditoriyaya daha dərin düşünmək lazım, daha dərin görmək lazımdır ki, onların maraqları və davranışları nədir ki, mən onları hədəfləyim. Bunu bir case üzərindən göstərə bilərik. Tutaq ki, təhsil, ödəniş kifayət qədər yüksəkdir. Məsəl üçün bir uşaq məktəbə də gedir, plus əlavə kompüter təhsilinə də gedir və bu təhsili satmaq üçün mən gəliri ortadan yuxarı olan adamları seçməliyəm. Mən onları seçmək üçün hansı davranışları var onlarınkin? Mən başa düşüm ki, onlar gəlirlidirlər. Bu ilk məncə səyahətdir, ağla gələn və ilk ağla gələn səyahətdir ki, mən bunların təhsillə, uşaqlarla, valideynliklə və sair maraqlarından əlavə, plus onların tez-tez səyahət etməyini də targetingə əlavə eləməliyəm ki, xüsusda ki, xaricə səyahət etmələrini. Ki, mən başa düşüm ki, bunlar əgər ən az ildə 2 dəfə arası səyahət edirlərsə, ya yaxşı vəzifədədir, bunun komandirovkaları var başqa ölkələrə və ya kifayət qədər gəliri var ki, o ildə 2 dəfə özünə, deməli, ildə 2 dəfə özünə səyahət etməyə icazə verirsə, demək ki, mənim məhsulumu da, mənim xidmətimi də almağa imkanı çatacaq.